Belə bir mənzərə var burada ki, bu bulaq neçə vaxtda tikilib, suyu da verilmir. Sonra deyirlər ki, bizə sən ad qoyursan, sən bizə bu adı nə üçün qoyursan? Bu adın, bu əməlin, bu hərəkətin, bunun adı nədir ki? Bunun adı nədir? Yezidlikdir. Sən evin tək oğlunu apar şəhid elə, öz nəslin yaşasın, sonra da valideynləri küçə-bə-küçə, qapı-qapı gəzdir ki, sizə su veriləcək. Bu əməlinizin adı budur da. Öz nəslinizi davam edib, evin tək oğlunu şəhid eləyən, minlərlə belə övladı şəhid edib, evin tək oğlunu şəhid eləyən sizin hakimiyyət deyil. Siz deyilsiniz bəyəm. Bütün qanunları da siz yazırsınız. Bütün qanun keşiyində duranlar da siz üçün sizi dəstəkləyən polislərdir. Bəli, fakt olaraq da belədir. Nə üçün polislər? Çünki polislərin heç özlərinin polis rəisləri şəhid atası deyil. Bura kimi dəqiq senari. Nəinki polis rəisi, bir dənə voyinkomatın qarabolçu heç şəhid atası deyil. Çünki bax, bu qədər dəqiq senari. Bütün bu qanunları siz yazırsınız. Milli Məclis, Müdafiə Naziri, nə bilim kimlər. Bütün bu sistem. Siz öz övladlarınızı qoruyub bizim balalarımızı öldürdünüz, şəhid elətdirdiniz. Uşaq pulu da vermirsiniz, vermədiniz də. Uşaq pulu verməmək, evin tək oğlunu şəhid etmək, bu xalqa nə deməkdir bu? Xalqın kökünü kəsmək deməkdir də. Xalqı bir qarın yeməyə möhtac eləyən hakimiyyət sizsiniz. Gəl, buyur, zəhmət çək, indi suyu çək. Bütün qapılarda müraciət eləmişəm. Prezident administrasiyasına kimi də telegram yazmışam. Heç kim də narahat deyil. Çünki öz övladları öz yerində. Çünki qanunlar da öz əllərində, hakimiyyətdən neçə ildir oradasınız, oradan da yığdıqlarınız da altınızdadır, öz həyatınızı yaşayırsınız. Bax, fakt olaraq da bu belədir. Gəl, indi canın çıxsın, suyu çək. Bu qədər.